Hər vaxtınız xeyir olsun. Bütün izləyiciləri salamlayıram. Sizə belə bir bu günləri Kia Sorento təqdim edirəm. Avtomobilin il 2013, rəngi ağ, damı şüşə, dəri salon, 2 motor dizel. Heç bir problemi yoxdur. Lük işlək, kondisioner işlək, rul qızdırıcı işlək, oturacaqların elektron tənzimlənməsi, motor korobkasında heç bir problem yoxdur. Askı sistemi tam olaraq sıfırdan yığılıb. Kosmetikası yaxşı vəziyyətdədir. Detalları, öz detalları da dəyişməyib heç biri də. Lakavinləri göz qabağında, germetikaları üstündə, kapodun boltları yerində. Onu da göstərməyə lazımdır, yadımıza düşdükcə. Yürüyüşü də 220 mindir. Bu tərəf qaldı. Təkərləri yaxşı vəziyyətdədir. Kosmetikası qeyd etdiyim kimi əla. Bir dənə yaxından da buranı çəkək. Arxa oturacaqların qızdırıcısına qədər var. Bir zaman göstərsin. Bunlar bir də gözsüz təmiz olur. Onlar necə dəyişirlər? Buranı açırlar. Və buraları açırlar. Bunlar məsələn bolta baxırsınız, hə, qutardı. Buranı açırlar. Altdan açıb dəyişmək olur ki, üst boltlara baxırsan sərqəli olur. Bir də ki, çox vaxt şeyə baxırlar. Bunu gəlin damısı ki. Məsələn, vanna açıb baxmaqda, indi bir dənə şey göstərim sizə. Məsələn, avtomobilin alt hissəsini yaxın göstərin. Alt hissəsini, məsələn, arxa vanna açırlar ki, görək, məsələn, vuruğu var, vuruğu yoxdur. Onunla da yetərli deyil. Ən gözəli var, telefonu belə ön hissəyə çevirirsiniz. Böyle tutursunuz. Bütün nəyi var, nəyi yox altında. Baba, görürsünüz. Tam aydın şəkildə, ətraflı. Zapaskasına kimi görünür. Baba, arxa blanşiruna qədər görünür. Bana görürsünüz, baba, burası səliqəli. Təmizdir. Yəni, vuruğu yoxdur. Vannaya açmağa ehtiyac yoxdur. Lonjirona baxırsınız belə altında. Rahat şəkildə. Bir də əyilib başınızı aşağı salmırsınız. Belə. Qiyməti 25.900 manat. Bir də ki, ofis haqqı. Avtomobilimiz memar əcəmdədir. Gəlib maşına baxa bilərsiniz. Leasing kredit mümkündür. İstənilən avtomobilə aiddir. Maşallah, çoxu satılıb. Təkəm-tükəm maşınlarımız qalıb. Çoxu satılıb, çoxu qalıb. Beetle da satıldı. Sonra nəsə, Equinox satıldı. Hə? Equinox satıldı artıq. Yəni, zənglər çox idi həqiqətən də. Maşallah, maşallah. Görək də yavaş-yavaş nə olur inşallah.